Herkese salam, yeni icmalımıza hoş geldiniz. Bakın, bugün biz doğrudan da olduqca valeh edici, amma bir o qədər də adamın qanını donduran bir mövzuya toxunacağıq. Bir anlıq təsəvvür edin. İl 1949-dur. Kompüterlərin nəhəng soyuq otaqları tutduğu, internetin sosial şəbəkələrin, əlimizdən düşməyən o smartfonların xəyal belə edilmədiyi bir dövrdəyik. Və bir yazıcı keçir yazı maşınasının arxasına, başlayır gələcəyə yazmağa. Özdə necə bir gələcək? O, bugün bizim hər gün yaşadığımız rəqəmsal reallığı. İnformasiya əsrini elə bil ki, sözbəsöz nöqtə virgülünə qədər proqnozlaşdırıb. Bəli, yəqin ki, artıq təxmin etdiniz. Bugün George Orwell'in əfsanəvi 1984 əsərinin dərinliklərinə enəcəyik. Amma fərqli bir şəkildə biz elmi araşdırmalara, akademik jurnallara əsaslanaraq o qorxulu antiutopik dünyanın necə uydurma səhifələrdən çıxıb da hər gün cibimizdə gəzdirdiyimiz cihazlar vasitəsilə həyatımızın bir parçasına çevrildiyini addım-addım incələyəcəyik. Ekran qarşısında rahat əyləşin, çünki öyrənəcəyimiz faktlar sizin reallığa baxış bucağınızı sözün əsl mənasında tamamilə dəyişə bilər. Başladıq. Bütün bu hekayənin tam mərkəzində bəlkə də ədəbiyyat tarixinin ən dondurucu, ən yadda qalan cümlələrindən biri dayanır. Böyük qardaş səni izləyir. Bu, küçələrdə asılmış sadəcə hər hansı bir plakat, yoldan ötənlərə edilən quru bir xəbərdarlıq deyil, dostlar. Araşdırmalar çox dəqiq vurğulayır ki, partiya bu şüarı insanların düz şuur altına yeridir. Təsəvvür edin, eyni hava kimi nəfəs almasını təmin edir. Burada bircə kəlməyə, istifadə olunan feylə xüsusi diqqət yetirməyinizi istəyirəm. Niyə nəzarət edir, əmr edir və ya cəzalandırır yox, məhz izləyir. Çünki tədqiqatçılara görə izləmək çox fərqli bir şeydir. O, davamlıdır, səssizdir və hər yerdədir. İzlənmək insanlarda hər an bir fərqindəlik yaradır, yəni fiziki cəzadan daha çox daxili, psixoloji bir qandal rolunu oynayır. Özünüzü elə bir cəmiyyətdə təsəvvür edin ki, atdığınız hər bir addım, səs tonunuz, hətta yuxuda edə biləcəyiniz ən kiçik bir üz ifadəniz belə daimi, amansız bir diqqət altındadır. Belə olan halda nə baş verir? Qorxu o qədər daxililəşir ki, reallıqda artıq heç bir polisə ehtiyac qalmır. Çünki insan öz-özünün polisinə çevrilir. Dəhşətlidir, elə deyilmi? Yaxşı, bəs Orwell bu kabus ssenarisini necə qurdu? Bu qaranlıq təxəyyül hardan qaynaqlanırdı? Gəlin mənbələrimizdəki bu xronologiyaya birlikdə nəzər salaq. Hər şeyi 40-cı illərin o qorxunc xaosunda, qlobal müharibənin tüğyan etdiyi vaxtlarda formalaşmağa başlayıb. Orwell hələ 1944-cü ildə Rus yazıcısı Yevgeni Zamyatinin 1924-cü ildə qələmə aldığı Biz adlı antiutopik romanını oxuyur. Fərdiyyətin tamamilə məhv edildiyi bu cəmiyyət modeli Orwell üçün böyük bir qığılcım olur. Daha sonra nə gəlir? 1943-cü ildə baş tutan o məşhur Tehran konfransı, dünyanın böyük güclər tərəfindən sanki bir tort kimi təsir zonalarına bölünməsi, Orwell'da totalitarizmin hara gedib çıxa biləcəyi ilə bağlı dərin narahat edici suallar yaradır. O düşünürdü ki, bu gedişlə dünya bitməyən bir müharibə və intellektual tənəzzül içinə sürüklənəcək. Nihayət bütün bu qorxuların və real müşahidələrin yekunu olaraq 1949-cu ildə məşhur 1984 işıq üzü görür. Və təbii ki, qısa müddət sonra qadağalar, senzuralar başlayır. Yeri gəlmişkən onu da qeyd edək ki, dünya miqyasında rezonans doğuran bu əsər dilimizə ilk dəfə 2011-ci ildə Vilayət Quliyev tərəfindən tərcümə edilib. Bu da onu göstərir ki, güclü ideyalar nə zaman, nə də məkan tanıyır. Yaxşı, bu qaranlıq, boğucu, mütləqiyyətçi dünyada bizim bələdçimiz kimdir? Rejimi kimin gözləri ilə hiss edirik? Əvvəlcə qarşımıza Winston Smith çıxır. Winston 39 yaşındadır, kifayət qədər solğun, yorğun bir insandır və çox böyük ironiya ilə həqiqət nazirliyində işləyir. Amma bilin görək onun işi nədir? Həqiqəti yox etmək. O hər gün qəzetləri, kitabları, keçmişə aid nə varsa hamısını götürüb, partiyanın bugünkü təbliğatına uyğunlaşdırır, tarixi yenidən yazır. Bəli, sözün əsl mənasında keçmişi saxtalaşdırır. Kənardan sadiq vətəndaş kimi görünsə də, içində bu sistemə qarşı böyük bir nifrət var. Sonra Julia peyda olur. Winston'un həyatına girən, kənardan nümunəvi, amma daxilən son dərəcə ehtiraslı və partiya qanunlarını gizlicə pozan üsyankar bir qadın. Və əlbəttə ki, O'Brien. Winston'un içində inqilabçı olduğuna böyük ümid bəslədiyi, amma sonradan onu ən zəif yerindən vuraraq tələyə salan o qorxunc fikir polisinin agenti. Bax, bu üç obraz vasitəsilə biz bir sistemin insan ruhunu necə amansızcasına əzdiyinin şahidi oluruq. İndi yəqin düşünürsünüz ki, axı belə bir mütləq hakimiyyət necə qorunub saxlanıla bilər? Milyonlarla insanı eyni anda itaət altında tutmaq necə mümkündür? Bax, bu sualın cavabını tapmaq üçün Research Journal of English Language and Literature dərgisində dərc olunan çox dərin bir akademik tədqiqata müraciət edirik. Biz adətən diktatura deyəndə ağlımıza nə gəlir? Küçələrdəki tanklar, silahlı əskərlər, hərbi gücdürdümü?
Amma bu məqalə tamam başqa bir həqiqət üzə çıxarır. Mütləq hakimiyyəti qoruyan təkcə ordular deyil, əsl qalıcı güc çox daha incə, hətta deyərdim sinsi bir metodla, qorxu və manipulativ diskursla təmin edilir. Məsələ burasındadır ki, İnsanların nə etdiyini idarə etmək kifayət deyil, asandır. Əsas məsələ onların nə düşündüyünü idarə etməkdir. İnsanları idarə etmək istəyirsənsə, onların dünyanı dərk etmək üçün istifadə etdiyi o yeganə vasitəni, dili idarə etməlisən. Və bu utopiyada dil ən böyük, ən qorxulu silaha çevrilir. Bəs bu dil silahı reallıqda necə işləyir? Mənbələrimizdə aparılan kritik diskurs analizi göstərir ki, partiyanın inana bilməyəcəyiniz qədər hiyləgər bir strategiyası var. Onlar sadəcə qadağan olunmuş kitabları yandırıb kənara çəkilmirlər. Xeyr, onlar dili və sintaksisi məqsədli şəkildə istismar edirlər. Proses belə gedir. Dili o qədər sadələşdirir, sözlərin içini, mənasını o qədər boşaldırlar ki, insanlar ətraflarında nələrin baş verdiyini artıq idrak edə bilmirlər. Hər yerdə təkrarlanan şüarlar, məntiqsiz, amma dayanmadan vurğulanan bəyanatlar insanların tənqidi təfəkkürünü dondurur. Yaxşı, niyə məhz dil? Çünki aydınlıq, zəngin söz ehtiyatı insanı düşünməyə, səbəb-nəticə əlaqələri qurmağa və ən əsası sual verməyə vadar edir. Böyük qardaş rejimində isə fərqli düşünmək və reallığı sorğulamaq qətiyyən yol verilməzdir. Bu, sadəcə cəza yox, mövcudiyyətinizin yer üzündən silinməsi ilə nəticələnəcək ən böyük cinayətdir. Və bu dəhşətli fəlsəfə bizi heyrətamiz bir konsepsiyaya gətirib çıxarır. Bəlkə də kitabın ən şok edici kəşfi yeni dil, yəni orijinal adıyla desək, Newspeak. Diqqət edin, yeni dil hansısa bir ləhcə və ya zamanla öz-özünə yaranmış bir küçə jargonu deyil. Bu dövlət tərəfindən qəsdən, düz laboratoriya dəqiqliyi ilə yaradılmış, mühəndisliyi edilmiş bir alətdir. Onun məqsədi sadəcə nitqi məhdudlaşdırmaq deyil, onun yekun, ən qorxulu hədəfi düşüncə muxtariyyətini kökündən parçalamaqdır. Bir anlıq təsavvür edin, sistem elə riyazi bir dəqiqliklə qurulur ki, beyninizin ən dərin küncündə belə hökumətə qarşı üsyan etmək istəsəniz, dilinizdə bu hissi formalaşdıracaq tək bir kəlmə belə qalmır. Düşünün, əgər lüğətdə azadlıq deyə bir söz yoxdursa, azadlığı necə arzulaya bilərsiniz? Arzulaya bilməzsiniz. Düşüncə özünü ifadə edə bilmədiyi üçün lingvistik olaraq bloklanır və sadəcə məhv olur. Mənbələrimizdəki bu xüsusi akademik tədqiqat yeni dilin necə işlədiyini, onun o soyuq mexanikasını çox gözəl izah edir. Yaxşı, partiya dili necə təmizləyir? Əməliyyat çox sadə və sarsıdıcıdır. Lüğəti hər il genişləndirmək əvəzinə hər il daha da daraldırlar. İnsanlara güc verən, onlarda empatiya və ya tənqidi yanaşma yaradan ədalət, bərabərlik, demokratiya kimi o köhnə, təhlükəli sözlər lüğətdən bir-bir silinir. Əvəzində isə beyni donduran yeni terminlər gətirilir. Bunlardan ən qorxuncuları hansılardır? Məsələn, fikir cinayəti, ingiliscə thought crime. Yəni, heç nə etməsəniz belə, sadəcə hökumətə zid nəsə düşünmək, ürəyinizdən şübhə keçirmək belə ölümlə cəzalandırılan bir cinayətdir. Və ya digəri, ikili düşüncə, double think. Bu nədir bilirsiniz? Bu, insanın eyni anda bir-birinə tamamilə zid olan iki inanca sahib olması və hər ikisinə də ürəkdən inanmasıdır. Məsələn, dövlət həm müharibə sülhdür deyir, həm də sülhün əla bir şey olduğunu təbliğ edir və insanlar reallığı qavraya bilmirlər. Tədqiqatçıların gəldiyi nəticə tam olaraq budur. Dilin zənginliyinin məhv edilməsi əslində elə birbaşa insan şuurunun tutulması deməkdir. Yəqin çoxunuz düşünürsünüz ki, bu sadəcə köhnə bir romanda qalan, real həyatdan uzaq bir fiksiyadır. Amma təəssüf ki, belə deyil. Tədqiqat mənbələrimiz bu semantik müharibənin, yəni kəlmələr üzərindəki davanın bugünkü siyasi reallığımıza necə addım-addım sızdığını xüsusi olaraq vurğuluyur. Akademiklər çox neytral şəkildə fərqli siyasi qütblərdən kifayət qədər müasir nümunələr gətirirlər. Məsələn, baxın, 2017-ci ildə ABŞ siyasi səhnəsində Kellyanne Conway tərəfindən istifadə edilən o məşhur alternativ faktlar termini. Tədqiqatçılar buna oxuyub deyirlər ki, bu klassik bir ikili düşüncədir. Yəni yalanı alternativ bir həqiqət kimi sırıyıb təqdim etmək cəhdi. Və ya 2021-ci ildə siyasətçilərin senzuranı təsvir etmək üçün sosial mediada Orwellian ifadəsindən istifadə etmələri. Başqa bir nümunə, beynəlxalq hesabatlarda Çin hökumətinin insan hüquqları anlayışının mənasını dəyişərək, onu fərdi azadlıqlardan çıxarıb, sırf dövlətin iqtisadi təhlükəsizliyinə bağlaması. Üstəlik, bura bugün həyatımızın tam mərkəzində olan süni intellektin kütləvi şəkildə istehsal etdiyi dezinformasiyaları və bizi arxa planda idarə edən alqoritmik senzuraları da əlavə edin. Araşdırmalar göstərir ki, məqsəd hər yerdə eynidir. İnsanların reallığı necə qavradığını idarə etmək istəyirsənsə, onların istifadə etdiyi sözlərin mənasını dəyişdir. Bax, reallıq budur.
İndi isə gəldik məsələnin ən can alıcı, bəlkə də sizi ən çox narahat edəcək hissəsinə. Gəlin Orwell'ın qurduğu dünya ilə bizim bugün yaşadığımız reallıq arasında bir müqayisə aparaq. Mənbələrin üzə çıxardığı çox böyük, həm də çox acı bir ironiya var dostlar. Baxın, Orwell'ın romanında böyük qardaş insanların evlərinə, ən şəxsi məkanlarına teleekran adlanan cihazları zorla, təhdidlə yerləşdirirdi. İnsanlar sırf məcburiyyətdən, qorxudan itaat edirdi. Çünki bilirdilər ki, fikir polisi hər an o qapını sındırıb içəri girə bilər. Bəs bugün necədir? Bugün biz hər addımımızı izləyən, səsimizi dinləyən, hara getdiyimizi, nə yeyib içdiyimizi bilən o kiçik cihazları, bəli, əlinizdəki o smartfonları öz şəxsi pullarımızla, böyük bir həvəslə alıb hər gün cibimizdə gəzdiririk. Bizə nəzarət edən o alqoritmlərə, bütün şəxsi məlumatlarımızı, fotolarımızı, dəqiq məkanımızı bircə kliklə, tamamilə könüllü şəkildə təslim edirik. Anlayırsınızmı fərqi? Biz dövlətin zorla qurduğu sistemə yox, özümüzün yaratdığı və sevə-sevə daxil olduğumuz şəbəkəyə tabeyik. Bu, zorla deyil, tamamilə könüllü bir asılılıqdır. Bəs heç düşünmüsünüzmü ki, bizim belə asanlıqla, bəzən heç oxumadan belə qəbul edirəm düyməsinə basaraq verdiyimiz o tonlarla məlumat hara gedir? Kimin əlində toplanır bütün bunlar? Mənbələrimiz, xüsusilə də 2013-cü ildə bütün dünyanı sarsıdan o məşhur Edward Snowden sızıntıları üzərində qurulan təhlillər göstərir ki, bəşər tarixində əvvəllər heç vaxt mövcud olmayan böyüklükdə şəxsi və intim informasiyalar Google, Facebook, Apple, Microsoft kimi nəhəng texnologiya şirkətlərinin databazalarına su kimi axır. Sizin harda olduğunuz, nəyi bəyəndiyiniz, kimə səs verdiyiniz, gecə saat 3-də internetdə hansı dərmanı və ya xəstəlik simptomunu axtardığınız hər şey xırdalanır, qruplaşdırılır, təhlil edilir və ən əsası satılır. Mənbələr bunu sadəcə masum bir biznes modeli və ya reklam optimizasiyası adlandırmır. Tədqiqatçılar bunu dövlət kəşfiyyatlarının da bu bazalara arxa qapıdan asanlıqla daxil ola bildiyi yepyeni bir dövlət korporativ nəzarət kompleksi adlandırır. Yəni, əziz izləyicilər, nəzarət artıq tək bir diktatorun bığlı simasında deyil, çoxdan gözə görünməz alqoritmlərin əlinə keçib. Bütün bu akademik təhlilləri, məlumat intisadiyyatını və Orwell'in kabuslarını bir araya gətirəndə tədqiqatçı Jonathan Shelley'nin irəli sürdüyü çox sarsıdıcı bir fikirlə üz-üzə qalırıq. O deyir, biz faktiki olaraq ictimai mülkiyyətə çevrilmişik. Bir anlıq bu cümlənin ağırlığını, dərinliyini hiss etməyə çalışın. Mənbələrin xüsusi vurğuladığı bu məqam o deməkdir ki, bugünkü nəzarət mexanizmi cəmi 1-2 nəsil əvvəl təsəvvür belə edilə bilməyən, texnologiyadan doğan tamamilə yeni bir gücdür. Baxın, biz hər gün o internetdə kliklədiyimiz hər bir linklə, atdığımız hər addımla, paylaşdığımız hər fotoyla özümüzün rəqəmsal bir əkizini yaratmışıq. Və işin ən dəhşətli, adamı lap silələyən tərəfi nədir bilirsiniz? Sizin bütün vərdişlərinizi, sirlərinizi özündə saxlayan bu rəqəmsal mənliyiniz artıq hüquqi cəhətdən sizə aid deyil. O, sizi dayanmadan analiz edən, nə alacağınızı modelləşdirən nəhəng korporasiyaların sahib olduğu de facto mülkiyyətdir. Gəlin reallıqla üzləşək. Biz öz şəxsi azadlığımızı rahatlığımızla və pulsuz xidmətlərlə çoxdan dəyiş-topuş etmişik. Beləliklə, dəyərli izləyicilər, elmi mənbələrin və akademik məqalələrin işığında George Orwell'ın 1949-cu ildə hələ sadə bir yazı makinasında qələmə aldığı o məşhur 1984 əsərinin bu günümüzdə necə heyrətamiz, hətta deyərdim qorxuducu şəkildə səsləşdiyini birlikdə araşdırdıq. Bizim məqsədimiz hər zaman olduğu kimi, bu icmalda da sizə hər hansı bir siyasi düşüncəni diktə etmək deyil. Sadəcə o köhnə fiksiyanın illər içində bugünkü reallığımıza necə sızdığını, rəqəmlərin və dataların bizə əslində nə dediyini göstərmək idi. İndi isə yekun sözü sizə verirəm. Sizcə, hazırda əlinizdə tutduğunuz, bu icmalı izlədiyiniz o smart cihazlar doğrudan Orwell'ın bəhs etdiyi o amansız müasir teleekranlardırmı? Biz həqiqətən də özümüz fərqində belə olmadan sevə-sevə o qorxulu 1984 reallığına addım atmışıq. Gəlin bu çox vacib məsələni aşağıda şərhlər bölməsində müzakirə edək. Hər birinizin fikrini oxumaq çox maraqlı olacaq. Əgər bu videomuz, daha doğrusu bugünkü araşdırmamız sizin üçün yeni bir pəncərə açdıza, bəyənmə düyməsinə basmağı, dostlarınızla paylaşmağı və ən əsası, daha çox belə dərin icmallar üçün kanala abunə olmağı unutmayın. Yenidən görüşənə qədər məlumatlı qalın və həmişə tənqidi düşünməyə davam edin. Hələlik.